Nə? Necə? Ən maraqlı, vacib nüans buradadır ki, yaxşı olar ki, 15 zövqün varsa, onun bir 10 dənəsi məhrəm qalsın. Bilirik də, məsələn, Çinarə nə xoşlayır. Yəni, bu əzbər olmamalıdır. Bir zövq məhrəm olanda, sənin ad günündə sənə belə keksin üstündə şam qoyub gətirəndə, o sənin üçün dəyərli olur. Amma sənin zövqün ki, ortalıqda və aşkardır və hamı başa düşüb, sən artıq deyirsən ki, niyə qızılgülə? Mən, məsəl üçün, Gəncülad deyim, qərənfil xoşlayırdım məncə də. Mən qərənfil xoşlayırdım, niyə qızılgül almısan? Bu sözü deməyəcək. Çünki zövqünə əmin insanların zövqləri özünə məxsus olur, öz iç dünyasında olur və ona ən məhrəm adamlar bilir bunu. Biz hər şeyimiz, statuslarımızdan da bilinir nə xoşlayırıq, Instagram səhifəmizdə də bilinir ki, bu adam nə bəyənir. Yəni, bunu xoşbəxt eləmək 2-2-dir. Və kəşf olama bitir. Və insan zövq məhrəm qalmalıdır. Yenə dediyim kimi, 3-4 dənəsi aşkar, açıqda görünəndə maraqlıdır. Yerdə qalan hissi sənin özünə aid olmalıdır. Bir də çox yaxın adamına. Geyim zövqü, oturduğum yeri, mühit seçimi, yəni bunların hamısını mən özümdə biləcəm, amma tələbə çevirməyəcəm. Zövqlü insan yəni bu. Nə istədiyini bilir, nədən xoşu gəldiyini bilir, amma da kimdən sonra tələb eləmirlər. Bu baxımdan zövq çox vacib. Zövq olmayan insan həyatda qərara da qəti ola bilməz.